Salam, sabahınız xeyir olsun. Real televiziyasının efirində Sabaha Elnarə ilə yayımdadır. Yay başlayır, məzuniyyət, tətil başlayır. Şəhər boşalır, rayon və kəndlər nəfəs almağa başlayır. Artıq şəhərin səs-küylü, təlaşlı ritmi yerini sakitliyə verir. Prospektlərdəki bitmək bilməyən tıxacılar seyrəlir, metro və avtobus stansiyalarındakı növbələr sıxlıq yox olur. Və əsl canlanma rayon və kəndlərdə baş verir. İnsanların torpağa, köklərinə qayıtması artıq sadəcə bir yay tətilə ehtiyacı deyil, həm də çox böyük bir mənəvi və sosial zərurətdir. İnsanların yenidən torpağa toxunması, onu əkib becərməsi, kəndlərimizə yeni nəfəs, yeni enerji aparması sadəcə geri qayıdış deyil, həm də gələcəyi qurmaqdır. Xüsusilə gənclərin, şəhər mühitində böyüyən insanların bu çağırışı hiss etməsi çox önəmlidir. Biz nə vaxtdan bəri beton binaların kölgəsini ağacların kölgəsindən üstün tutduq və nə vaxtdan bəri torpağın qoxusunu unutduq. İndi sadəcə tətil etməyin yox, şəhəri kəndə köçürməyin vaxtıdır. İnsan torpağa qayıtmalıdır. Çünki həyat betonların arasında yox, toxunub can verdiyimiz o torpaqda başlayır. Özümüzə, köklərimizə və doğma yurdumuza qayıdaq. Bu barədə danışacağıq. İnsanlıq heç vaxt indiki qədər reallıqdan bu qədər uzaq düşməmişdi. Beynimizin rəqəmsal siqnallarla doldurulduğu, gözümüzün önündə virtual dünyaların qurulduğu bir minilikdə kəndə qayıtmaq sadəcə iqtisadi seçim deyil. Bu insanın öz bioloji köklərini qorumaq instinktidir. Çünki heç bir kod, heç bir süni intellekt alqoritmi torpağın o yaz yağışından sonraki qoxusunu və insana verdiyi dincliyi əvəz edə bilmir. Söhbətimiz də elə bu istiqamətdə davam edəcək, bu dəfə fərqli qonaqlarla. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Natəvan xanım Dəmirçioğlu bizimlə bərabərdir. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Sabahınız və İqtisad üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun icraçı direktoru Famil Rüstəmov. Siz də xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Və təbii ki, fərqli baxışları çox sevirəm. Düşünürəm ki, sizi dinləməkdə həm də mən də öyrənirəm. Çünki verilişimizin birinci hissəsində də qonaqlarımla doğrudan da daha çox mənəvi, düzdür, iqtisadi tərəflərini falan, hətta rəqəmlərlə, göstəricilərlə, digər böyük şəhərlərlə, hansı ki, hətta ərazi olaraq bizdən kiçikdir və ya əhali olaraq bizdən kiçikdir, amma iqtisadiyyatla bağlı, dünyaya verdikləri bazar töhfələri ilə bağlı, yəni dəyərlərə baxdıq, görürük ki, əslində doğrudan da biz böyük bir sərvətin üzərində dayanmışıq, yaşayırıq, nəfəs alırıq, amma insanın torpaqdan qaçmağı qəbul edilməzdir və mən düşünürəm ki, insan torpağa doğrudan da bağlı olmalıdır. Hətta heç nə bacarmadığım halda belə mən torpağa toxunanda artıq o enerjini hiss edirəm. Və biz illərdir ki, kəndi torpağı sadəcə ərzaq istehsalı kimi nəzərdə tuturuq. Deyirik ki, yəni bir ərazi, istirahət kimi nəzərdə tuturuq və hər dəfə rayon, kənd deyəndə biz düşünürük ki, gedəcəyik rayona, nə bilim, şəlalə görəcəyik, su səsi eşidəcəyik, ağaclara baxacağıq, səmanın daha aydın olduğunu görəcəyik və dadlı-dadlı orqanik yeməklər yeyəcəyik. Hardan baxsan kənd məhsullarıdır. Amma təbii ki, yenidən torpağı kəşf etmək, ona ritm vermək üçün və gələcəkdə torpağın inkişaf etməsi üçün insanın da orada varlığı, həm də daimi varlığı çox vacibdir. Buyurun. İcazə verirsiniz? Buyurun, siz başlayın. Təşəkkür edirəm dəvətiniz üçün. Tamaşaçılarımızı salamlayıram. Çox sağ olun. Hər birinə xoş həftə sonu arzulayıram. Yaxşı həftə sonu, maraqlı həftə sonu keçirsinlər. Günlər uğurlu olsun. Əlbəttə, çox maraqlı mövzudur, çox aktual mövzudur. Əslində, iqtisadçılar üçün də bu həmişə aktualdır. Ona görə ki, baxmayaraq ki, bugün qeyri-ənənəvi kənd sıfatı istehsal üsulları yaranır və bu istiqamətdə ciddi uğurlar əldə olunur. Amma yenə də kənd təsərrüfatında torpaq əsas istehsal vasitəsi olaraq qalır. Yəni, bugün kənd sıfatı istehsalını torpaq olmadan təsəvvür eləmək qeyri-mümkündür. Düzdür, dediyim kimi artıq o qeyri-ənənəvi istehsal üsullarını ki biz görürük, orada torpağın iştirakı olmadan da şaquli təsərrüfatlar deyirlər, hidrofonik üsullarla ancaq qidalandırıcı mayələrin hərəkəti nəticəsində bitkilər özlərinə lazım olan qidalı maddələri alaraq inkişaf edirlər. Amma bu pay xüsusi çəkir çox da yüksək deyil. Təbii ki, uzun illər gələcəkdə də nə qədər insan cəmiyyəti yaşayır, torpağın bu istiqamətdə rolu müstəsnadır, əvəz olunmazdır.
Amma indi bir reallıqda biz görürük ki, dünyanın bütün ölkələrində bu tendensiya var ki, kənd yerləri boşalır. İnsanlar böyük şəhərlərə doğru axın edirlər. Eləcə də kənd həyat tərzinin özü dəyişir. Artıq o urbanlaşma özü gəlir onlara doğru. Yəni kənddə artıq fərqli həyat tərzini biz görürük. Bizim öz rayonlarımızda, kəndlərimizdə də, dünyada da artıq dünənə qədər istehsalçı olan, yəni öz həyətyanı təsərrüfatında kənd sıfatı məhsulları istehsal edən şəxslər və yaxud öz çörəyini özü bişirən kəndlərimiz bugün onlar da gedib qəsəbə kənd marketlərindən o çörəyi alırlar, ərzaq məhsullarını alırlar. Yəni dünənə qədər istehsalçı rolunda çıxış edən kəndlərimiz artıq bugün özləri istehlakçıdırlar. Bu da təbii ki, həm dövlətin yükünü artırır, həm ərzaq təhlükəsizliyinin təmin olunması üçün gələcəkdə risklər yaradır. Şəhərlər sıxlaşır, ekoloji risklər artır. Biz görürük, bütün dünyada bu baş verir. Yəni biz istəsək də, istəməsək də bu trendlərdən kəskin şəkildə seçilə bilmirik, ayrıla bilmirik. Amma təbii ki, hökumətin də əsas ideyası, bax bu sonuncu cənab prezidentin 25 mayda imzaladığı kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsulları istehsalı və emalına dair, emalın inkişafına dair 2026-2030-cu illəri əhatə eləyəcək dövlət proqramında əsas hədəflərindən biri odur ki, insanların kənd yerlərində, xüsusilə çalışan fermerlərin gəlirləri sabitləşsin, gəlirləri artsın ki, yəni ən azından bu istiqamətdən, kənddən şəhərə axın az olsun. Əksinə, bəlkə də gələcəkdə elə istehsal sahələri yaranacaq, qurulacaq ki, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə biz bu sizin də əvvəldə qeyd elədiyiniz real potensialı biz həyata keçirə bilək, kənd sıfatı istehsalını artıraq və bu sahə insanlarımız üçün gəlirli bir faydalı sahəyə çevrilsin. Amma həm də onu da etiraf eləməliyik ki, bugün kənd yerlərində təkcə kənd sıfatını inkişaf elətdirməklə, kənd sıfatı istehsalını artırmaqla insanların orada qalmağını və yaxud oraya geri dönüşünü təmin eləmək qeyri-mümkündür. Bu bir faktor kimi vacib rol oynayır. Amma əgər ümumi infrastruktur insanları qane edəcək səviyyədə olmayanda, təhsilin keyfiyyəti, səhiyyənin keyfiyyəti, digər xidmətlər bu insanları istər-istəməz böyük şəhərlərə axış eləyir. Müşahidələr də göstərir ki, indi bax bu sadaladığım bütün istiqamətlərdə mütləq ki, səbəblər var. Təbii, bu elə belə deyil. Əlbəttə ki, bax bu sadaladığım istiqamətlərdə hökumətimizin biz məqsədyönlü və davamlı dəstək və fəaliyyətini biz görürük. Həm səhiyyə müəssisələrinin yenilərinin yaradılması, mövcudlarının təkmilləşdirilməsi, təhsil müəssisələrinin yenidən qurulmasını, yeni təhsil müəssisələrinin, xüsusilə ali təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması bu vacib faktordur. Müşahidələr göstərir ki, rayonlardan gəlib böyük şəhərlərdə ali təhsil alan insanların böyük bir qismi elə şəhərdə qalmağa üstünlük verir. Bəlkə də bu bir qədər də kənd həyat tərzinin müəyyən dərəcədə çətin olması ilə də bağlamaq olar. Çünki düzdür, son illər müasir həllər tətbiq olunur kənd sıfatı istehsalında. Bu xeyli işləri asanlaşdırır, insanların zəhmətini, əziyyətini azaldır. Amma ümumilikdə yenə də kənd sıfatı işləri böyük ərazilərdə aparılır. Bəzən qızmar günəş altında müəyyən işlərin görülməsi tələb olunur. İndi əslində mən çox danışmıram, maraqsız. Əslində bu problem həmişə olubdur. Hətta 19-cu əsrin ortalarında Alman iqtisadçısı Ernest Engel öz müşahidələrinə, sorğularına, elmi araşdırmalarına görə belə qənaətə gəlirdi ki, insanların gəlirləri azaldıqca onların ərzaq və kənd sıfatı məhsullarına çəkdiyi xərclərin xüsusi çəkisi artır. Yəni bu bir qədər iqtisadi termindir, amma sadə şəkildə desək, bu onu göstərir ki, yəni ölkə inkişaf elədikcə, iqtisadiyyat inkişaf elədikcə insanların gəlirləri artdıqca artıq digər məhsullara tələbatlar artır. Yəni kənd sıfatı məhsullarına olan tələbat da qeyri-elastik olduğuna görə artıq görürük ki, insanlar daha çox sənaye məhsulları alışına xərclərini yönəldirlər, digər xidmətlərin alışına xərcləri yönəldirlər və bu da o sahələrin inkişafını bir qədər sürətləndirir. Yəni kənd təsərrüfatının baxmayaraq ki, ərzaq istehsalında müstəsna rol oynayır, nisbi əhəmiyyətini aşağı salır. Bəlkə bu faktorun da rolu olur ki, insanlar daha rahat şəkildə, daha sabit gəlir üçün şəhərə müraciət edirlər. Bəzən biz institutda da müzakirələrimiz olanda bizim hörmətli baş direktorumuz Nazim müəllim həmişə qeyd edir. Deyir ki, şəhərə axının bəlkə də əsas səbəblərindən biri də insanların o şəhərdə öz anonimliyini tapmaq. Yəni şəhər
həyat tərzinə belə qarışmağı, şəhərdə bir anonim həyat tərzi sürmək, onun da təsiri var. Yəni kənd yerlərində özlərini rəva bilmədikləri müəyyən məsələlər, məsələn, şəhərdə daha rahat şəkildə həyata Sərbəstlik, keçirir. Daha sərbəstlik verir şəhər həyat tərzi. Bu faktorlar, yəni çoxlu sayda faktorlar var ki, insanların... Əslində çox istiqamətlər verdi Famil müəllim. Natəvan xanım, böyük qayıdışın mənəvi tərəflərini istəyirəm danışasınız bizə. Çünki biz insan torpağa niyə qayıtmalıdır, niyə torpağa bağlı olmalıdır? Bax, biraz əvvəl biz siz gələndə ikinci hissə içində burada qısa bir arada söhbət etdik. Mən dedim ki, baxın, məni incidən və mənə toxunan nüans hansıdır? Misal üçün, mən doğulub boya başa çatmışam Bakı şəhərində. Bugün bir torpaqda hansısa bir işi görə bilərəmmi? Xeyr. Çünki valideynlərim belə, yəni mənim heç bir qan qohumum belə yoxdur da Azərbaycanın misal üçün bölgələrində. Hamımız Bakı şəhərindəyik. Amma nədəsə torpaq işində özümü sınaya bilərəmmi? Bilmirəm. Mütləq ki, insandan nəsə çıxacaq, nəyəsə əmək versə bir şeylər çıxacaq, istək olsa çıxacaq. Amma bəzən belə insanlar görürəm, söhbət əsla işğaldan azad etdiyimiz ərazilərlə bağlı deyil, o tamam başqa istiqamətdir. Amma digər bölgələrimizə aiddir. Hətta oradan çıxdıqda, insan şəhərə gəldikdə, bəzən Bakı qeydiyyatı üçün şəxsiyyət vəsiqəsini hətta dəyişmək istəyir. Çünki o artıq sənəddə belə o rayonun, o kəndin adını görmək istəmir. Başa düşdünüz nə demək istəyirəm? Yəni var belə insanlar ki, o kənddən çıxır, amma oradan da ya utanır, ya sevmir, ya nifrət edir. Baxırsan ki, yaşı da çox deyil ki, deyəsən ki, hansısa travmalar alıb da bu kənddən, bu şəhərdən. Amma eyni zamanda şəhərdə elə bir rayon adamını görmək olur ki, o bura çörək üçün gəldi və onun əli çörəyə çatan kimi getdi həmən rayondakı hansısa qohum əqrabalarına əl tutur, onlara kömək edir. Kənddə yəni onların imkanlarını təmin edir, öz qazandığı maddiyatla. Hətta dədə-baba yurdunu başlayır orada canlandırmağa, yeni bir ev salır oradakı dədə-baba. Bayramlarda belə görürsən ki, artıq oranı düşünür ki, mən mütləq oradakı işığı yandırmalıyam. Gəlin, baxın, torpaqdan küsməməliyik, torpağımıza nifrət etməməliyik, torpağı qorumalıyıq, sevməliyik və ora can verməliyik, ruh verməliyik. Buyurun. Bilirsiniz Elnarə xanım, çox gözəl bir söz var. Mən söhbətə keçməmişdən əvvəl tamaşaçılarımızı, bizi ekran qarşısında seyr edənləri salamlamaq istəyirəm və bugünkü proqramımıza uğur diləyirəm və o sözü xatırlamaq istəyirəm. Deyir ki, bir yurdu olan bir yurdunda qalan sevinsin. Bir yurdu olan bir yurdunda qalan öyünsün. Bu çox ciddi bir sözdür. Yəni, yurt bu çox ciddi bir məfhumdur. Torpaq, kənd bu yurt sözünlə asosiasiya olunur. Və yurdu olan insanın özgüvəni var. Yurdu olan insanın bir dayaq nöqtəsi var. Yurdu olan insanın bir qüdrəti var. Və sənin özünə məxsus olan böyük bir çevirən var. Siz təsəvvür eləyin ki, deyir ki, el içində, ol içində. Yəni, elin içində olmaq özü hətta həyatını karanta götürmək kimi bir şeydir. Yəni, elin xeyri də, şəri də elə bil ki, el tərəfindən idarə olunur. Yük təkcə sənin üzərinə düşmür. Bütün evlərdə şad günlər olsun. Bir yas mərasimi olanda da bəlkə el içində o insana çox az yük düşür. Elə bil, el gəlir, hər şeyi özü həll eləyir. Buna görə də yurdunda olmaq, yurdunda qalmaq özü də insanın həyatı üçün bir karantdır. Bayaq müəllim o çətinlikləri sadaladı. Onun çətinliyi ilə bərabər eyni zamanda yurdun insana böyük bir dəstəyi də var. Bu məsələnin bir tərəfidir. Bir var. İstəyirəm buna da fikrinizi bildirəsiniz. Hətta misal üçün baxırsan ki, rayon kənd adamı şəhərdə məskunlaşır, şəhərdə yaşayır, uşaqları dünyaya gətirir. Yəni bu, amma onların dəfinləri belə olanda dünyasını dəyişən adamı gedib rayonda, kənddə də dəfn eləmirlər. Elə şəhərdə dəfn edirlər. Amma bu imkan daxilində eləməmək lazımdır belə. Əlbəttə ki. Yəni insanın öz yurdunda, öz torpağında müəyyən genetik kodları var. Müəyyən kod açarları var. İnsanın həm ölüsü, həm dirisi öz yerində daha güclü olur. Daha özgüvəndə olur. Bu bir. İkincisinə qalanda ümumiyyətlə müasir həyatın böyük inkişafı onu göstərir ki,
sivilizasiyalar ən böyük, ən pik nöqtələrində yenidən ilkinliyə qayıdır. Yenidən həyat nə qədər son həddə qədər sivilizasiyanın nailiyyətlərini əldə eləsə, megapolislər yaransa, insanlar böyük şəhərlərdə yaşayan insanlar artıq doğaya qayıtmaq istəyir, kəndə qayıtmaq istəyir, torpağa qayıtmaq istəyir, təbiətə qayıtmaq istəyir. Bunun özü də təbii bir prosesdir. Biz elə bil ki, həmin prosesin tam orta bir segmentindəyik. Yəni, dünyanın daha inkişaf etmiş ölkələri, dünyanın sivilizasiyanın ən üst qatını əldə eləmiş yerləri artıq insanların mənəvi bir ehtiyacı yaranır ki, o ilkinliyə qayıtsın, o özgürlüyə qayıtsın, o doğaya qayıtsın, təbiətə qayıtsın. Bax, bu insanın mənəvi ehtiyacıdır. Bu bir gün belə olacaq. Amma bir gün belə olacağını indidən karanta götürmək lazımdır. Necə? Yəni, o kəndləri dağılmağa, sökülməyə, məhv olmağa məruz qoymaq olmaz. Biz istəyirik ki, biz daha çox inkişaf eləyəndə bizim gedəcəyimiz, qoynuna sığınacağımız bir təbiətimiz, bir kəndimiz, bir yurdumuz olsun. Onun üçün bugün biz yurtlara sahib çıxmalıyıq ki, sabah bizdən daha çox inkişaf eləmiş nəsillərimiz o şansı əldə eləyə bilsinlər. Bu bir. İkincisinə qalanda onun çox sayda mənəvi tərəfləri var. Yəni, mənim üçün, mən məsələn, tutaq ki, rayonda doğulmuş, kənddə dünyaya gəlmiş bir insanam və demək olar ki, 40 ildən artıqdır, hətta 50 ilə yaxınlaşır ki, mən şəhərdəyəm. Amma bununla belə, mənim üçün kəndin səması mənə əlim çatacaq qədər yaxındır. Məsələn, mən şəhərdə göy üzünü hiss edə bilmirəm. Amma mənim üçün kənddə elə bil ki, bax, nə bağlılıq saxlamısınız Natəvan xanım orayla? Gedib gəlirsiniz, getdiyinizdə nə edirsiniz orada? Siz təsəvvür eləyin ki, mən Qazax rayonunun Daşdalaqlı kəndinənəm. Və nə gözəl bir faktdır ki, hal-hazırda Qazax rayonunun Daşdalaqlı kəndində əhalinin sayı 10 mindən artıqdır. Yeri gəlmişkən, bax, mən deyirəm, o dədə-baba yurtları, bax, mən onu da Qazaxlarda görmüşəm, işitmişəm. Bilirsiniz, onlar doğrudan o dədə-baba yurtuna qəribə bir həssaslıq bağlı olurlar. Onlar oradan qopa bilmirlər. Deyim sizə ki, bu 10.731 nəfər Daşdalaqlı kəndinin cəmaatı var. Bizim keçmiş konsulumuz var idi, İbrahim Nəboğlu. İndi də bilirsiniz də, Türkiyədə o illərdir, yəni orada yaşayır. Bəli. Baxın, o qədər işin, gücün içərisində o vətənə ayaq qoyan kimi mövsümə görə qida üçün də Qazaxa gedəcək, qidalanacaq, paylaşacaq və bol-bol o qədər belə uzun mətnlər yazır. Və dost üçün bayram ərəfələrində, hətta Türkiyədə belə, misal üçün də İstanbulun o gözəl mənzərəsini seyr edərək onun Qazaxda öz kəndləri haqqında yazdığı mətnlər var. Görün, nə qədər gözəldir. Və mənim dediyim həmin o fakt, bax, dediyimizə sübutdur ki, o kənddə qeydiyyatda olan 2750 qanuni ev var. Yəni, dövlətin qeydiyyatından keçən. Ona görə də orada həyat var, məktəb var. Amma bundan daha çox və bunun qədərilə şəhərdə yaşayan, amma gedib dədə-baba yurdunda ev tikən, bağ salan, yurt salan və bütün bayramları ora gedən, tez-tez öz iş tətillərini ora gedən insanlarımız var. Və bunun müqabilində orada həmin infrastrukturu yaratmaq mümkün olur. Yəni, onun istəyir səhiyyəsi, istəyir təhsili, istəyir insanın mənəvi əyləncəsi, maddi və mənəvi ehtiyaclarını ödəmək istəkləri. Bunların hamısı üçün artıq orada infrastruktur qurmaq asandır. Bəzən görürsən ki, müəyyən bir bölgədə, müəyyən bir yerdə insanlar şəhərə axın eləyiblər və deyim ki, burada yaxşı yaşayırlar, burada qətiyyən yaxşı yaşamırlar. Bəli, onlar elə də var. Onlar daha da çətinliklə yaşayan çox sayda insanlar var. Biraz əvvəl Famil mənim dedi, o anonimlik. O anonimlikdə də xoşbəxt bir, amma mən sizə deyim ki, o anonimliyin huzuru. Özündə nəyi xoşbəxt hiss eləyə bilərsən ki, mən sizə çox gülməli bir epizod deyəcəm, çox kiçik bir epizod.
Mənim evladım çox kiçik yaşında olanda, bağça yaşında olanda gedirik bacımgilə və bacımın qızı dünyaya gəlib təzə, onu xəstəxanadan evə gətiriblər. Biz onlara gedirik. Qarşımızdan bir kənd adamı gəlir və mənim oğluma sataşır ki, nədir sən qız görməyə gedirsən? Və sonra yanımda qızım daha böyükdür deyənə soruşur ki, sən demişdin onlara ki, biz ora gedirik, sən demişdin ki, belə. Deyirəm, mən onlara heç nə deməmişdim. O burada məni də tanıyır, bacımı da tanıyır, hamını da tanıyır, bilir ki, onun qızı dünyaya gəlib. Yəni, o doğmalığın nəyi pisdir? O doğmalığın nəyi pisdir ki, orada hər şeyi bilirsən. Amma şəhər həyatı da görün, Natavan xanım, bizdən nələr alır. Görün, bizim qonşu böyük olsa belə, ağ birçək ağsaqqal olsa belə, bugün digər qonşunun övladına söz deyə bilərmi? Hətta ona görə dava belə eləyərlər. Və onu tanıya bilərmi bu dərəcədə? Müəllimə də münasibət başqadır, müəllimə də başqa cür hörmət qoyurlar. Ona görə də ümumiyyətlə yerdən qopmağa bu qədər çalışmağa ehtiyac yoxdur. Çünki yerin özünün böyük metafizik gücü var, yerin özünün böyük energetikası var və o yer səni özün qədər təmin eləyir. Elə bil ki, yurdunda sən nə qədər çalışırsansa, yurt da sənin üçün bir elə çalışır. Bunu unutmamaq lazım. Fahmi müəllim, baxın, belə bir şey deyib, biraz da əvvəl digər qonaqlarıma dedim, şəhər həyatında qəribə bir sürətdə yaşayırıq biz. Hətta bəzən heç onu fərq də etmirik. Yəni, düşünmürük ki, biz bu sürətin içindəyik. İstədiyimizə daha tez çatırıq. Torpağın amma öz qanunları var da, o bizi səbirlə tərbiyələndirir. Baxın, bugün bizdə səbirli adam nə qədər çox azdır. Biz bunu elə ictimaiyyət içərisində də görürük, sərnişin nəqliyyatlarda da görürük, bəzən yayılan videolarda da görürük ki, burada ən başlıca səbəb nədir? İnsanın səbirsiz davranmağı və səbirsizlik doğrudan da səni mədəniyyətsiz də təqdim edə bilər, hörmətsiz də, hətta üzr istəyirəm, tərbiyəsiz də göstərə bilər. Hamısı səbirdən irəli gəlir. Amma torpaq nədir? Sən torpaqla təmasda olanda, torpaq üzərində yaşayanda, sən adicə bir xırda bir gül belə əksən, sən onun əmələ gəlməsi üçün böyük bir səbirlə sınanırsan. Və gəlin belə deyək də, həyatın həqiqi ritmini belə deyək də örgədir torpaq insana. Şübhəsiz. Əslində o bioloji qanuna uyğunluqlar da var da. Nə qədər indi bu yeni istehsal üsulları yaransa da, orqanik kənd sıfatı istehsalında təbii ki, o hər bir canlı orqanizmin özünün inkişaf dövrü var. Sən məcbursan onu gözləyəsən. Orada da yenə mövsümlük amillər olur ki, onlar mütləq şəkildə nəzərə alınır. Hətta digər bu elmi araşdırmalarla da sübut olunur ki, insanların yaşadığı, böyüyüb, doğulub, boya başa çatdığı ərazilərdə yetişən məhsullar onların orqanizmi üçün daha faydalıdır. Nəinki fərqli ərazilərdə. Hətta dünya bugün orqanik qida ilə bağlı çox belə böhran yaşayır da. Şəhər həyatlarında, yəni biz o orqanik qidaları görə bilmirik. Bəli, bu tendensiyalar sürətində. Çox üzr istəyirəm müəllim. Bayaq siz bir misal gətirdiniz ki, məsələn, kənd yerlərində artıq onlar da hazır məhsullara üstünlük verirlər. Bu təkcə iqtisadiyyat zəncirini dəyişmir. Bu həm də mənəviyyatı dəyişir. Bu həm də hiss etməni dəyişir. Halbuki biz şəhər həyatında yaşayanda, Natavan xanım, mən uşağı idim, mənim yadıma gəlir ki, nənəm, Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin, evdə çörək bişirdiyi, yəni Bakı şəhərində doğulan, böyüyən, boya başa çatan qadın və mən özüm Bakıda doğulmuşam, amma mən evimizdə çörəyin bişdiyini görürdüm. Bu da bizə hardan gəlirdi? Kənd həyatından gəlirdi. Və o böyük bir həm də milli mənəvi dəyərlərin zəncirini təşkil eləyir. Məsələn, orada sənin mətbəx mədəniyyətin var, orada sənin yeyim mədəniyyətin var, orada sənin iqtisadi həyata keçirdiyin proseslər var və bunları biz sıradan çıxartmaqla, məsələn, bir təndir çörəyini biz ləğv eləməklə, bir təndiri dağıtmaqla, bir təndiri uçurtmaqla bizim elə bil ki, bir çörək mədəniyyətimizin, çörək bişirmə mədəniyyətimizin bağlarını qopartmış Yeri gəlmişkən o bağlar biraz qopub deyə bilərəm. Çünki marketlərdə istədiyin o dadlı çörəkləri də tapa bilmirsən. Və israfçılıq da bu mövzuda çoxdur. Onlar hamısı bir-birinə bağlıdır. Məsələn, tutaq ki, bəzən deyirlər ki, təndir çörəyinin, yəni təndir də var, amma lap rayonda bişir, amma o ətri vermir. Bunlar hamısı bir-birinə bağlıdır. O mağazindən sənin aldığın, dükandan aldığın o
keyfiyyətdə ondan olmayacaq. O sənin bəslədiyin, o sənin yetirdiyin sarı buğdadan olan undan olacaq. Dəyirmanda üyüdülmüş undan olan çörəyin ətri sənin arzuladığın və o səndə nostalji hisslər oyadan o ətri verəcək. Yəni bunlar hamısı bir-birinə bağlı proseslərdir və bunları yenə deyirəm, bunları unutmaq olmaz. Bu hətta nə qədər paradoksal görünsə də mən şəxsən belə düşünürəm ki, ən böyük mədəniyyəti, ən böyük sivilizasiyanı, ən böyük kreativ həyat tərzini əldə etmək üçün kəndi əldə saxlamaq lazımdır. Bunun başqa yolu yox. Detallayım sözünüzə qüvvət olaraq. Mən uşaqkən Daşkəsən şəhərində nənəmgilə baş çəkmək gibi bir qısa müddətli olmuşdu. Şəhərdə yaşayırdılar. Bina evi idi. 3 mərtəbəli ya 4 mərtəbəli bina evi idi. Amma o xatirəm hələ də qalıb da üstündən bəlkə də 40 ilə yaxın vaxt keçibdi. Orada binanın qarşısında bir kürə var idi. Bilmirəm indi qalır, amma bir mənalı istifadə eləmirlər. O kürədə qonşular yığılıb, yəni tək bir adam yox, o binanın bir neçə sakinləri də, bir neçə ev yığılıb o çörəyi bişirirdi. Siz deyək ki, bu həm də bu birlik idi, qonşuların bir-birinə təması idi, hamı bir-birini tanıyırdı, hamı bir-birinin problemlərindən hali idi. Və bu bəlkə də bir gün yox, bir neçə günün çörəyi idi. Yəni o çörəyi ilə bişirib həmin gündə istehlak eləmirdilər. İndi sizin sözünüzə qüvvət, bugün artıq o həm də israfçılıqdır. Çünki bugün alınır mağazadan çörək, artıq sabah o çörəyin müəyyən hissəsi istifadə olunmuş. Və çörəyin ölçülərində də problem var. Fahimə müəllim, biz misal üçün 2 nəfərin yaşadığı və yaxud da evdə 2 nəfərdən birinin çörək qidası var. Digərinin yoxdur, çörəklə qidalanmır. Amma biz marketlərə gedəndə, misal üçün bu mənim ən ağrılı mövzumdur. Misal üçün biz istəyirik ki, bu qədər qutuda olan çörək deyil də onun yarısı qədər alaq. Amma seçim yoxdur. Bu da vacib. Seçim yoxdur. Çox. Yəni bir var ki, bu qədər çörək alıb yarısını zibil vedrəsinə atırsan. Bir də var ki, sən elə bu qədər çörək alırsan da. Təsəvvür eləyin, bax bizdə... Amma evdə istədiyin ölçüdə çörək bişirə bilərsən. İl ərzində 3 milyon ton məişət tullantısı formalaşır və onun 1 milyon tona yaxını ictimai əşyada və məişətdə formalaşan ərzaq və qida tullantılardır. Bunun da içərisində təəssüf ki, çox təəssüf ki, çörəyin də payı var. Var, və bu həm də bizim statistikanı artırır. Bax, cənab prezident müşavirədə dedi. Bəlkə də az qalıb, Fahiməm, qapı-qapı döyürdülər ki, quru çörək olanda bizə verin. Bunu daha çox bağ yerlərində, həyət evlərində görürük. İndi amma çörəklər nə qədər yığılır orada quru. Çünki bəlkə də bilmirəm, o quru çörək kimsə bəlkə bir heyvan saxlayırdı. Ona da lazım olurdu. Amma indi heç heyvan saxlayan da yoxdur. İndi hamı atır. O tullantıya çevrilir. Təəssüf ki, bizim də rayon yerinin, kənd yerinin özündə yaşayan insanların özü belə daha az meyillidirlər ki, onlar heyvan saxlasınlar. Amma bəzən deyirlər ki, heyvansevərlik və bunu daha çox dəbə gətirirlər, bunu müəyyən marketlərini açırlar, müəyyən bunun hətta nəzərdə tuturlar da, Natıvan xanım onda özdə fors üçün, əda üçün. Yox, bilirsiniz necədir? Bunu daha özünə yaxın olan heyvanlarla o məhəbbəti sənin genindən gələn, təsərrüfatından gələn, sənə xeyir verən, təsəvvür eləyin ki, bir qoyun, bir quzu necə gözəldir, necə bir istidir, necə doğmadır, necə şirindir. Amma bir quzu böyüyür və gör sənə neçə istiqamətdə xeyir verir. Onun yunundan da istifadə eləyirsən, ətindən də istifadə eləyirsən, südündən də istifadə eləyirsən, pendiri heç hələ düşəsi deyil, pendirindən də istifadə eləyirsən. Yəni, heyvan sevgisi deyəndə sən o heyvana sevgi eləyə bilərsən ki, İraq qurbanlığından mən müqayisə eləmirəm. Sadəcə demək istəyirəm ki, heyvan sevgisi də düşünülmüş və ağıllı olmalıdır. Bilmirəm, fikrimi düzmü çatdırıram. Yəni, nə fərqi var ki, sən qapında saxladığın 3 quzunu niyə sevməyəsən ki, niyə saxlamayasan ki? Niyə sənə lazım olan qurbanlığı öz qapında saxladığın heyvandan kəsməyəsən ki? Niyə bir əziz qonağın gələndə sən öz qapının bir fərəsini tutub kəsməyəsən? Nəyi pisdir ki bunu? Bu həmi iqtisadi dəstəkdir, həmi bir mənəvi rahatlıqdır ki, sən bunu eləyirsən.
burada nə var ki, yəni bunun da indi o qədər müasir üsulları var ki, onun o çətin tərəflərini də asanlaşdırır və inkişaf həm də kənddə olmalıdır. Sivilizasiya həm də kənddə olmalıdır. Mədəniyyət həm də kənddə olmalıdır. İnsan torpağa bağlı olmalıdır. Çünki torpaq millətin köküdür. Mədəniyyət də ruhudur. Gəlin belə deyək də bir sual verin. Bütün hallarda insan xoşbəxt olmaq üçün bu dünyada yaşayır və xoşbəxtlik də təbii ki, insanın daha çox elə öz əlindədir. Yəni sən düzgün addımlar atmayanda, düzgün seçimlər etməyəndə, təbii ki, artıq sənin o xoşbəxtçiliyin başlayır dəyişməyə və ümumiyyətlə gələcəyin xoşbəxt insanı dedikdə onu daha çox şəhər həyatında yoxsa kənd həyatında təsəvvür edirsiniz? Mən sintez deyərdim. Bayaq söhbətimin əvvəlində də elə buna bənzər bir məsələyə toxundum. Yəni biz istəyirik ki, ən inkişaf etmiş, ən mədəni, ən yüksək və ən öndə gedən xalqlar və dövlətlər sırasında olaq. Bunun bir yolu da kəndlərin abadlığından və insanların o doğal dünyada özünü realizə edə bilməyindən keçir. Bilirsiniz, bu mütləq şəkildə lazımdır. Ona görə ki, yenə deyirəm, həyat inkişaf etdikcə, ən son həddə mədəniyyət inkişaf etdikcə, sivilizasiya böyüdükcə insanın ilkinliyə qayıtmaq, yurda qayıtmaq, torpağa qayıtmaq, təbiətə qayıtmaq ehtiyacı yaranır və bu ehtiyac yarananda biz əliboş olmamalıyıq. Və Türk təkkə-divan ədəbiyyatının böyük dahilərindən Yunus Əmrə də deyirdi, mənim sadiq yarım qara torpaqdır. Necə gözəl deyil. Əlbəttə. Və necə gözəldir. Deyir, biz onun üzünü belinə, dırmıqla dağıtsaq da, yarsaq da, o bizə əvəzində gül bitirir. Biz onu əkərək, becərərək, bitirərək, incidərək, ona təzyiq göstərəndə o əvəzində bizə məhsul verir. Bəli. Bunun dünyada nə ilə müqayisəsi ola bilər? Bunu ancaq ana ilə müqayisə eləmək olar. Ona görə ona ana torpaq deyirlər. Ona görə, bilirsiniz, ancaq ana evladın bir sərt dönüşündən sınsa da amma evladdan vaz keçməz. Amma istənilən bir adamı... Dərin sevgilər doğrudan ana ilə bağlıdır. Bu yaxınlarda bir cümlə eşitdim, çox xoşuma gəldi. Nurəddin Mehdixanlı bizim xalq artistimiz, həm də ağsaqqalımız sözün bütün anlamında istəyir millətçilikdə, istəyir türkçilikdə, istəyir ailə başçısı kimi, istəyir Azərbaycan teatrının səhnəsində doğrudan da o bir dahidir və buradan salamlayırıq onu. Nurəddin Mehdixanlı deyirdi ki, anasını sevməyən biri heç vaxt heç bir qadını sevə bilməz. Qadın həm də kimdir? Bacıdır, qohumlarda olan, yəni qadınlardır. Eyni zamanda həyat yoldaşıdır, eyni zamanda qız övladıdır, sabah nəvədir. Doğrudan da bütün böyük sevgilər, dərin, saf, ülvi belə sevgilər ana ilə müqayisə olunur. Və torpaq da ana ilə müqayisə olunur. Təsadüfi deyil ki, ona ana torpaq deyilir. Bax, biz təbiətdə özümüzü tapa bilirik. İnsan özün, bayaq siz səbri misal gətirdiniz. İnsan səbri də təbiətdən öyrənir. Geniş ürəkliyi ilə təbiətdən öyrənir. Səni incidənlərə yaxşılıq eləməyi də təbiətdən öyrənir. Təsəvvür edirsinizmi? Təbiət ən böyük öyrədəndir. Təbiət ən böyük nümunədir. Çünki təbiəti Tanrı yaratmış. Çünki təbiət bizim iradəmizdən kənarda mövcud olmuşdur. Yəni bir var insanın yaratdığı bir şeylər. Bu fabriki sən yaratmısan, bu zavodu sən yaratmısan, hətta dünya brendi yaratmısan. Amma bir də var ki, təbiətin yaratdığı. Bu sənin fövqündə olan bir yaradılışdır. Ona görə bunun dəyərini bilmək elə insanın dəyərini bilməkdir. Bizim cənab prezident çox gözəl bir söz işlətmişdi ki, mən deyir torpaqlardan keçirəm, yurtlardan keçirəm və görürəm ki, bizim necə gözəl torpağımız var, qara torpağımız var. Bizim qara torpağımız həm də
Azərbaycanı aqrar ölkə kimi illərlə dünyada tanıdıb. Keçmiş Sovetlər İttifaqında biz aqrar ölkə olaraq tanınırdıq və heç bundan çəkinməyə dəyməz. Çünki bu təbiətin verdiyi bir xoşbəxtlikdir. Sən bir sənaye ölkəsinə çevrilə bilərsən. Bu sənin innovativ inkişafına və texniki inkişafına və iqtisadi qüdrəti ilə mövcud ola bilər. Amma bir də var ki, sən aqrar bir ölkə olursan, torpağında nə əksən 10 qat sən. Təsəvvür eləyin ki, bir vedrə kartof əkən oradan az qala 5 çuval kartof götürə bilir. Bu nə deməkdir? Demək, təbiət deyir ki, torpaq deyir ki, sən mənə birini ver, mən sənə 5-ini verərəm. Bunu insana kim eləyə bilər, kim eləyir? Anadan başqa heç kəs. Ona görə də təbiət çox böyük qüvvədir, torpaq çox böyük qüvvədir və ona tapınmaq lazımdır. Və ürəkli olmaq lazımdır kəndlərə getməkdən. Unutmamaq lazımdır ki, Azərbaycan aqrar ölkədir. Onun torpağı cənnətdir. Nə atsan gül bitəcək, nə atsan məhsul bitəcək. Fahmi müəllim, təbii ki, ölkənin əsas iqtisadiyyat sütunu da kənd təsərrüfatına bağlıdır. Vətəndaş nə etməlidir, nə tələb olunur ondan? Gəlin bir insanın torpaqla olan dostluğu və iqtisadiyyat. Bunları izah edək. Biz vətəndaşa iki istiqamətdən baxa bilərik. Bir istehlakçı kimi, yəni alıcı kimi və bir istehsalçı kimi. Şübhəsiz ki, istehlakçının da öz hüquq və vəzifələri var, istehsalçının da, onun da öz hər iki tərəfə məsuliyyəti var. Təbii ki, gərək istehlakçı da siz deyən o məsələləri nəzərə alsın, israf olmasın, itkilər olmasın, düzgün istifadə olsun. İstehsal da indi düzdür, bu son illərdə bu istiqamətdə ciddi işlər görülüb ki, dediyim kimi o ağır zəhmətin bir hissəsi daha asan şəkildə çevrilibdir. Gəlirlərin sabitləşməsi istiqamətində işlər görülübdür. İstehsalçı da gərək daim axtarışda olsun, yeni məhsul istehsal axtarışında olsun, yeni istehsal üsulları axtarışında olsun. Çünki bu üsullar sürətlə artır, yeni texnologiyalar yaranır. O texnologiyalara çıxış imkanları əldə etmək lazımdır. Üzr istəyirəm, maariflənmə lazımdır. Bax, bizim dövlət proqramı, danışdığımız dövlət proqramı ilə bağlı, orada bir istiqamətdə kadr potensialının gücləndirilməsi ilə bağlıdır. Yəni, insanlarımız bu sahə həm də elm əsaslarını öyrənməlidirlər ki, daha elmli, daha savadlı şəkildə bu işə yanaşsınlar. Çünki kənd təsərrüfatı təkcə istehsalla yekunlaşmır. Gərək bu istehsal elə qurulsun ki, nəticələri ətraf mühitə, təbiətə zərər verməsin, davamlı inkişaf təmin olunsun, gələcək nəsillərin maraqları risk altına atılmasın, istehsal olunmuş məhsullar keyfiyyətli olsun. Bəzi hallarda indi bu dövlətimiz öz üzərinə götürür məsuliyyəti, artıq bir sıra istiqamətlərdə dəstək verilir. Amma fermerlərimizdən də çox şey asılıdır ki, yəni elə keyfiyyətli məhsullar istehsal olunmalıdır ki, xüsusilə də xarici bazarlara çıxanda o sabit keyfiyyətli olsun. Yəni bizim məhsullar brendləşsin. Çünki rəqabət də var axı, təkcə Azərbaycanın bazarlarda tanınmağımız üçün gərək istehsal etdiyimiz məhsulların sabit keyfiyyəti olsun. Qablaşdırma nəfis olsun, tərtibat yaxşı olsun. Yəni artıq Made in Azərbaycan brendini görən alıcı bunu təsadüfi məhsul kimi görməsin. Dərhal onu bir üstün məhsul kimi qəbul edəsin. Şəkidə bir paxlava mağazası var. Valla durub buradan Praqaya gedirsən, bir də görsən orada hansısa universitetdəki bir müəllim və yaxud da tələbə o Şəki paxlavasından danışır. Valla nə qədər insana xoşdur. Azərbaycan brendidir də. Üstəlik şəhər insanı daha çox istehlakçıdır. Amma kənd insanı daha çox istehsalçıdır. Yəni, istehlak edən insan haradasa müəyyən, şübhəsiz ki, normaldır, şübhəsiz ki, normaldır. Və elə kənd insanına da aid eləsək, kənd insanı nə zaman ki istehlakçı olur, onda ələ baxan olur. Nə zaman ki istehsalçı olur, onda artıq o sahibkar olur. Artıq onda özgüvən olur. Adicə bir elementar bir faktı deyim sizə. Əgər sən gündəlik çörəyini ancaq mağazadan alırsansa, birdən o gün sel gəlib, körpü dağılıb, kəndə çörək gəlməyəcək və sən o gün məcbursan çörəksiz qalasan. Hələ əvvəl bir neçə illər bundan əvvəl, misal üçün pandemiyadan təzə çıxdığımız dövrlərdə, valla bir də görürdünüz, həftənin bazar günü marketə gedib bugünkü tarixlə çörək almaq istəyirdin. Baxırdın ki, yoxdur. Deyirlər ki, bu firma bazar günü işləmir, marketlərə gətirmir çörəyi. Bu səni kənd adamı olaraq, sən nə zaman ki istehlakçı olursan, onda sən asılı olursan. Nə zaman ki istehsalçı olursan, onda sən artıq özgüvənin var,
ehtiyatın var. Mən çörəkdən misal gətirdim. Sən əgər mağazadan çörək alıcısınsa, bir gün bir problem oldu, sənin çörəyin yoxdur. Amma sən çörək bişirirsənsə, qonşunun da çörəyi olmayanda çağırır ki, sən bu gün məni yola veriylə, məsələn, bir 3 çörək, 5 çörək sən qonşuya verə bilirsən ki, bu gün onu da təmin et. Görsən necə ehtiyatlısan, görsən necə özgüvənin var. İqtisadi cəhətdən sən daha təminatlısan. Bəzən onu üstünlük kimi qəbul edirlər ki, məsələn, daha qış tədarükləri eləmirlər, satın alırlar. Niyə bu sənin qapıda tökülüb qalan məhsuldur? Niyə bunu sən istehsal eləməməlisən ki? Orada sən bir istehsalçıya çevrilirsən. Bir şəhərdən bir qonağın gəlir, elə deyilmi? O da qazandığı pulla alır onu sənə gətirdiyini. Əgər bir 2 kilo konfet alıb gətiribsə sənə, o da ona pul verib. Sən də əvəzində bir balon ona bir hədiyyə qoyursan, necə gözəl olur, aparır onu bir 10 gün istifadə edir. Yəni bunlar hamısı bir-birinə bağlıdır. Bunlara real baxmaq lazımdır. Bunlar burada insan, yenə deyirəm, özünün potensialını üzə qoya bilir. Amma bugün misal üçün mən bilirəm ki, rayonlara gedəndə, misal üçün oteldə səhər yeməyi yeyirsən, bəzən uşaq üçün soruşursan ki, kənd yumurtası var, deyirlər, yox, hamısı mağazin yumurtasıdır. Amma biz şəhərdə onu kənddən gələn insanlardan, misal üçün məhləkçi olan o maşınlardan falan tapşırıb əldə edə bilirik. Amma istehsalçı olsa daha yaxşı olar. Bu dövlətə də dəstəkdir, insanın öz iqtisadiyyat zəmbilinə də dəstəkdir, insanın öz büdcəsinə də dəstəkdir. Hətta sən müəyyən yatırım yığa bilərsən. Qazandığın maaşının müəllimdir, tutaq ki, həkimdir, nə olar? Amma kənddə sənin imkanın var. Həm də istehsal eləyə bilərsən, birinə saxlaya bilərsən. Ondan artan pul artıq səndə ehtiyata yığılır. Mən vaxtımız məhduddur, ona görə. Əslində, bilirsiniz, bəzən iqtisadi şərtlərin diktəsi ilə də gərək razılaşaq da. Əlbəttə ki. Natiba xanım haqlı deyir, mən qəbul edirəm onu. Amma indi o adamların da yerinə qoyanda özümüzü tutaq ki, o biz çörək bişirməyə sərf elədiyi zamanı və yaxud da resursu gedib o mağazadan rahat ala bilirsə, o əlçatanlıq artmışsa, daha rahat şəkildə o ərzaq məhsullarını, qida məhsullarını insanlar əldə edə bilirsə, artıq onun istehsalına maraq bir qədər azalır. Və düşünürlər ki, mən o istiqamətə yox, daha başqa istiqamətə yönətməliyəm. Ehtiyatda saxlamaq da lazımdır. Şübhəsiz. Təşəkkür edirəm. Çox sağ olun. Natiba xanım, əslində sizin də yəni üzərinizdə, çünki doğrudan da mədəniyyət məsələlərində, torpağı məsələlərində, torpağa bağlılıq məsələsində ədəbiyyatın da, elmin də çox böyük rolu var. Bu maariflənmədən danışırıqsa biz, təbii ki, burada mənim də üzərimə yük düşür, sizin də üzərinizə, Famil müəllimgilin yəni gördüyü işlərdə onsuz da göz önündədir. Çox təşəkkür edirəm. Qoyun insanlarımız torpağa bağlı olsunlar, torpaqlarından qaçmasınlar, çəkinməsinlər, utanmasınlar, hətta dediyim məsələ zövq alsınlar. Bəli, şəxsiyyət vəsiqənizdə də lütfən o qeydiyyatda olduğunuz yeri dəyişib əsla orada Bakı qeydiyyatına fokuslanmayın. Çünki onsuz da sizin gen kodunuz var. Tamam, şəxsiyyət vəsiqənizdə dəyişirsiz, yazılır ki, Bakıda tutalım doğuldunuz, amma ağzınızı açan kimi zaten danışıqlarınızdan bilinir ki, artıq siz hara aitsiniz. Təşəkkür edirəm. Çox sağ olun, sağ olun. Sabahınız bir daha xeyirli olsun. Hər birinizə gözəl həftə sonu arzu edirəm. Salamat qalın.